Naxçıvanda əhalinin ödənişsiz istifadəsinə veriləcək idman meydançalarının sayı 22-yə çatdırılacaq. Belə ki, Gənclər və İdman Nazirliyinin Sağlam Məhəllə layihəsinin Muxtar Respublikanın Babək, Culfa və Şahbuz rayonlarında da həyata keçirilməsi nəzərdə tutulur. Artıq Culfada özəl universal qapalı idman obyektinin inşası üçün ilkin işlərə başlanılıb. Həmçinin Babək, Şahbuz və Ordubad rayonlarında idman obyektlərinin tikilməsi barədə əsaslandırılmış layihələr aidiyyəti quruma göndərilib. Qeyd edək ki, ötən il Naxçıvan idmançıları həm ölkə daxili, həm də müxtəlif səviyyəli beynəlxalq yarışlarda önəmli nailiyyətlər əldə ediblər. Ölkə, beynəlxalq, Avropa və dünya səviyyəli yarışlardan 201 medal qazanmışlar ki, bu da yaxşı rekord nəticə qiymətləndirilə bilər. Ötən il bizim idmançılarımızın qazandığı bəzi idman göstəriciləri, nailiyyətləri Motoresko idman tarixində ilk olmuşdur. Kimboksumuz Röya Abdullayevanın 17 yaş qızı arasında mütləq Avropa çempionu olması nəinki o Naxçıvan tarixində, eyni zamanda Azərbaycan idman tarixində ilk olmuşdur və bu uğuru qazanan ilk Azərbaycanlı qız kimi tarixə düşmüşdür.